Salam değerli izleyicilerimiz, biz hal-hazırda İgidlər yurdu olan, Qəhrəmanlar yurdu olan Ağdam rayonu Mirəşenli kəndindəyik. İgid qəhrəman oğullar yetirdi bu kənd. 44 günlük vətən müharibəsində 92-ci illərdə, 90-cı illərdə qəhrəman oğullar öz igidlikləri ilə bir Qarabağlı kimi öz sözlərini dedilər. O oğulları yetiştirən ailələrlə görüşə gəlmişik. O ailələrdən biri də Azər Kərimovun ailəsidir. Burada qəhrəman oğlumuzu dünyaya gətirən qəhrəman anamız var. Biz anamızı salamlayırıq və bizi bu ailəyə tanıştıran, hər zaman şəhid ailələri ilə birlikdə görüşlərin təşkilində və tədbirlərin təşkilatçılığını edən, aparıcılığını edən Arzu xanım Əliyeva yanımızdadır. Biraz önce biz Mirəşenli kənd mədəniyyət evində qəhrəman oğulların xatirəsinə həsr olunmuş bir tədbirdə iştirak etdik. Müəyyən səbəblərdən Azəri dünyaya gətirən, gözü hələ də yollarda olan anamız o tədbirdə iştirak etmədiyi üçün Bakıdan gələn bir qrup şəhid ailəsi istədi ki, anamızı ziyarət etsin və anamıza öz ürək sözlərini və hədiyyələrini çatdırsın. Mən istəyirəm elə Arzu xanım Əliyeva anamıza yaxınlaşıb öz hədiyyələrini təqdim eləsin. Orana hədiyəni təqdim edin anaya. Əziz anam, biz sizin görüşünüzə gəlmişik bugün. Azər deyib gəlmişik. Bugün sizin sayənizdə o oğullar yaşayır. Sizlər yaşayın ki, o oğulları bizə yaşada biləsiniz. O qara ölkəyi başımızdan götürmək istəyirik və bugün Azərbaycanın milli atributu olan Kalahanı sizə hədiyyə etmək istəyirik. Şəhidlərimizin hər birinin ruhu qarşısında baş əyir. Vətən torpaqları uğrunda canlı fəda edən o oğulları unutmaq heç zaman mümkün deyil. Harada olmağınızdan asılı olmayaraq, yetər ki, bir insanın vicdanı olsun və o ailəni tapacaq, onun yanında olacaq. Mən biləndə ki, Azər Kərimovun anası sağdır, özümə şərəf bildim ki, sizi ziyarət edək. Biz tədbirdən yekunlaşıb həmən sizin evinizə gəldik və sizi görmək istədik, sizin əllərinizdən öpmək istədik. Bugün bu kollektiv, bu Bakıdan gələn qonaqlar hər biri şəhid anasıdır. Onların da itkin anası olanları var aralarında. 2 oğul itirən analar var aralarında. Hər birimiz siz ananın yanında olmağı bizə şərəf bildik. Tanrı sizi qorusun. Ne yaxşı ki, Azər kimi oğlu dünyaya gətirmişsiniz və bugün onun əvvəllik xatirəsini əziz tutaraq sizin yanınızdayıq. Teşekkür edirik Arzu xanım biz sizə. Değerli şəhid ailələri, değerli analarımız, değerli bacılarımız, biz sizin hər birinizə təşəkkür edirik. Bugün uzaq yolu qət edərək Ağdam rayonuna, işğaldan azad olunmuş Qarabağın dilbər güşələrindən biri olan Ağdama xoş gəlmişsiniz deyirik. Ruhunuz şad olsun qəhrəman oğullar. Bugün sizlərin sayəsində Qarabağımız azaddır. Qarabağın azad semalarında üç renkli al bayrağımız qürurla dalğalanır və mən istəyirəm ki, Arzu xanım siz davam eləyəsiniz. Mən istəyirəm Rəvani müəllimə bu yaxalığı bacının boynundan alsın və o bayrağı da siz bacıya hədiyyə etsin. Çünki Azərin sizin kimi ləyaqətli bacıları var. Bugün Azərin yaşamasının səbəbi məhz siz bacılarsınız. Mən biləndə ki, o bacı sizin evinizdən gedib Azər və mən sizin kimi bacılarla fəxr edirəm. Çünki siz deyirsiniz ki, hər zaman görəndə ki, şəhid tədbirləri keçirilir, amma biz boynu bükük qalırıq o tədbirlərdə. O məndə çox toxundu. Və bugün də o gündür ki, biz sizin qardaşınızın sorağına gəlmişik və bu tədbir də məhz onun adını daşıdığı orta məktəbin olduğunu bilmişik. Sağ olsun Rəvanə müəllimə. Rəvanə müəllimənin sayəsində bu tədbir ərsəyə gəlib. Onun təşəbbüsüdür, onun layihəsidir. O gənc müəllimələrdəndir və sizin bacınızla bir yerdə məktəbdə dərs deyirlər. Mən inanıram ki, o Azər kimi qəhrəman oğulları hər zaman yaşatmaqda sizlərə dəstək olacaq. Fəxr edirəm sizin kimi bacılarla. Çox sağ olun Rəvanə müəllimə ki, bu xidməti göstərdiniz. O sevincə şərik oldunuz, məni də vəsilə etdiniz bu işə. Raziyə xanım, çox sağ olun ki, yanımızdasınız hər zaman. Raziyə xanım bizim
yazarımızdır, şəhid kitablarının müəllifidir, jurnallarının müəllifidir, özü yazardır, Şairlər Birliyinin üzvüdür. O da hər zaman şəhid ailələrinin yanında onlara dəstəkdir. Flora anamız bizim 93-cü ildə oğlu Ağdamda şəhid olan bir anamızdır, tanıyırsınız əziz anam. Rəşkəndə ana 2 oğlunu itirmiş bir anadır, Ağdamlıdır yenə də. Burada Könül xanım qardaşı itkindir, o da itkin ailələrinə bu özü desin, Qarabağ İtkin Ailələr İctimai Birliyinin rəhbəridir. Burada bizim Elmira anamız var, hansı ki o ana 33 il bundan öncə oğlunun nəşini Qarabağın hər qarış torpağında axtardı. Nəhayət ki, tapa bilmədi. İndi isə oturub gözləyirik ki, heç olmasa onun nəşi gəlsin, dəfn eləsin. Elmira ana Ağdam onun üçün doğmadı deyə bugün burada yanımızdadır. Çünki o balasını hər qarış torpağında axtardı. Nazan xanım Gürcüstanda olmağına baxmayaraq Miraşehli kəndinin gəlinidir. Onun həyat yoldaşı və qardaşı Şoğlunun da gedən döyüşlərdə 8 may günü şəhadətə yetişiblər. Bizim Leyla anamız 2 oğlunu itirmiş, bir oğlu şəhid, bir oğlu dünyasını dəyişmiş bir anamızdır. O da hər zaman bizim yanımızdadır. Xətri əzizlər bilmiş üçün. Bizim bu analarla birlikdə yola çıxmağımız elə belədən deyil. Çünki onlar bizə dəstəkdir, biz onlara dəstəyirik. Biz onların sorağı ilə axtarırıq bu anaları və o analar bizə tanımadığımız alanları tanıdırlar və onların çalışırıq ki, yanlarında olaq, dəstək olaq. Gülhəva ana bizim gənc anamızdır. Gənc olmağına baxmayaraq, onun oğlu amma qəhrəmandır. Çünki 80 il əsarətdə olan Xankəndimizi bizə qaytaran oğullardandır. Ramil balamız kəşfiyyatçı olub. Ramil Xocalı Xankəndində gedən antiterror əməliyyatı zamanı şəhadətə qovuşub. Onun 2 qız balası bizə xatirədir. Öz balası, ikinci qızı özündən sonra dünyaya gəlib. Bizim bir çox şəhidlərimiz var ki, özündən sonra evlatları dünyaya gəlib. Gülhəva ana, bugün siz bizim yanımızda olmaqla demək istəyirsiniz ki, mənim oğlum sizdən sonra qəhrəmandır. Yəni o qəhrəman anaların oğullarından sonra onların yolunu davam etdirən qəhrəman oğlun anası ki, bizimiz var. Bəli, qisasını alır. Ona görə o bugün bizim yanımızdadır. Əziz bacım, siz Neftçala rayonundan gəlmişsiniz. Sizin də qardaşınız itkindir. O da bir neçə il bundan öncə, 33 il bundan öncə Qarabağ torpaqların uğrunda şəhadətə yetişib, itkindir. Hələ də nəşi tapılmayıb. İnşallah ki, Allah qapısını açar, hər biri itkin ailələr sevinər. Və mən gəldim sizə. Mən gəldim sizə ona görə ki, məni Rəvanə müəllimə çağıranda, deyəndə ki, sizə Arzu xanım, bəs mənim müəllimə yoldaşım, qardaşı itkindir. Dedim, onu çağırın, gəlsin, mən ona söhbət edeyim. Bəli, siz gəldiniz, biz söhbət elədik. Siz dediniz, Arzu xanım, niyə də yox. Bəli, bax, o xeyirduğa verənlərdən biri və siz bizim bu tədbirimizin ərsəyə gəlməyində sağ olun ki, yanımızda oldunuz, dəstək oldunuz. Bugün də biz sizin evinizdəyik və ananın ziyarətinə gəlmişik. Sağ olun sizin kimi evlatlar, sağ olsun ki, ananın qayğısını çəkir. Bax, ana bir cümlə işlətdi. Deyir, mənim 3 qızım mənim dərdimi mənlə bərabər çəkir. Baxın, bir ananın yanında olmaq, onun balasının dərdinə şərik olmaq nə deməkdir? Və sonra da siz bacı, o sizin evinizdən getdi və bir daha gelib dönmədi. Ona görə siz özünüzü bəlkə də daha çox sorun hiss edirsiniz ki, mən onu saxlaya bilmədim, qoruya bilmədim, amma o vətəni seçdi. Ananı, bacını yox, vətəni. Çünki vətəni seçməyən ananı, bacını da sevib seçə bilməz. Rəşkəndə ananı da təqdim etmək istəyirəm. Rəşkəndə ana Ağdamımızdan da onun da 2 evladı şəhiddir, Ceyhun Kərimov və Ubroğlu. Qazi Hilal. Qazi Hilalımız, o da döyüşür. 2 qardaş bir döyüşə gediblər, amma təsadüf nəticəsində də o dünyasını dəyişib. Rəşkəndə ana Ağdamlı qızıdır. O hər zaman eşidəndə biləndə ki, mən Ağdama gedirəm. Deyir, Arzu qızım, sən mənim torpağıma, elimi obama gedirsən. Sevinir və gəlir, deyir, səndən Ağdamın qoxusunu alıram. Rəşkəndə ana, Rəvanə müəllimə də bizim gənc müəlliməmizdir. Onun gələcəyi qabaqdadır, perspektivləri var. Çox savadlı bir kadrdır, Ziyafət müəllimənin yolunun davamçısıdır. Azər Kərimov adına tam orta məktəbin müəlliməsidir. Bugün Azər Kərimov kimi
qəhrəman oğulları yetişdirməkdə davam edir. Mən sizinlə fəxr edirəm. Çox sağ olun ki, bu təşəbbüsdə yanımızda oldunuz və sizin ideyanız idi, sizin layihəniz idi. Sonluğu da çox gözəl. Nəticələrini mən sizə uğurlar arzulayıram. Arzu xanım, çox sağ olun. Biz də təşəkkür edirik. Bizim əliboş deyilik, hədiyyələrimiz var. Gələn şəhid analarına da. Buyurun. Mən bu təqdimatı orada etmədim, çünki heç yerə ayrı seçkili edə bilməzdim. İstəyirəm ki, anaları, əziz analar, biz sizə ağ örpək almaqla onu demək istədik ki, sizin oğullarınız qəhrəmandır. Siz gərək bu ağ örpəyi bundan sonra yaxanızda daşıyasınız ki, mən elə ilk öncə Floralardan başlamaq istəyirəm. Bax, bu ağ örpəyi istəyirəm ki, elə bugündən sonra çininizə salasınız Florana. Biz sizə təşəkkür edirik. Minnətdarıq ki, analarımızı hər zaman diqqətdə saxlayırsınız, öz qayğınızı əsirgəmirsiniz. Siz sağ olun ki, biz sizin oğullarınızın sayəsində bugün xoşbəxt firavan bu ölkənin vətəndaşları yaşandalar. Mən ağ örpəyi 4 anaya hədiyyə eləmişəm, almışıq, zərgi olaraq seçmişik ki, siz analara, amma gənc analara isə Kəlağayı sumkaları, boyana mənə zəhmət olmasa onlarda... Arzu xanım, mən onu da qeyd edim ki, siz məhz ağ kəlağayını seçməkdə o bir sülh rəmzidir, bir saflıq, bir sədaqət rəmzidir. Mən sizə təşəkkür edirəm. Siz Kəlağaylar ki, mən 4 anaya bunu verəcəm. 4 anaya. Leyla ana, Elmira ana, Orana və Rəşəndə ana. Bu 4 ağ yaylı bəs sizdən ötürür. Bundan sonra sizin üçün ağ günlər başlasın. İnşallah ki, balanızdan sevinin. Onu da Elmirana sonra Kəlağayları Qəhrəman oğulların xatirəsini hər zaman çalışır, hər kəs əziz tutsun. Və biz də özümüzə borc bilirik ki, bax, bu oğullar çalışırıq ki, heç zaman unudulmasın. O oğullar ki, vətən torpaqları uğrunda vətən dedilər, torpaq dedilər, canlarını fəda etdilər. Hər bir oğlumuz bir qəhrəmandır. Qəhrəman oğullar xalqın tarix yazan oğullarıdır, unudulmaz oğullarıdır. Çox istəyirəm ki, Rabbiyarım bizim başdan düşməz. Təşəkkür edirəm Arzu xanım, minnətdaram sizə. Rəvanə müəllimə sizə hədiyyəsini təqdim etsin. Qəhrəman oğullar yurdu yaşatmaq üçün canlarını fəda etdilər. O igidlər vətən deyib silahlandılar. Vətən üçün canlarını fəda etdilər. Ana qucağından isti vətən torpağını seçdilər. Bu vətən sizi unutmadı, qəhrəman oğullar. Bir ömür boyu vətən torpaqları ana kimi sizi qucağına alıb, bir ömür boyu laylay çalacaq sizə.